Salamlar. Dostlar salamlar. Akartın dəstəyi ilə söhbətgaha start verdik. Oturduq fikirləşdik ki, bu dəfə qonaq kimi çağıraq? Biz başlayaq patronlardan çağıraq. Aynur xanım, Aynur və Hüseyin. Aynur və Hüseyin birlikdə bizim patronlarımızdılar. Xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm. Qafqaz əsiri filmində, Şurikin macəraları Qafqaz əsiri filmində belə bir şey vardı. İdmançı, komsomolçu və son anda krasavitsa belə gözəl qız bir tərifi var idi. Aynur xanım hüquqşünasdır, vəkildir, mediatordur və həmçinin futbolçudur. Belə qonağımız bizim hələ olmamışdı. Xoş gəlmisiniz. Xoş gördük. Aynur, hüquq və futbol arasında korrelasiya sizin həyatınızda necə yarandı? İlk olaraq ondan başlayayım ki, mən futbolu 12 yaşında oynamağa başladım. 2000-ci il idi, yadımdadır indiki kimi. Məhəllədə baxdım, oğlanlar futbol oynayır, mənə maraqlı oldu. Mən də başladım oynamağa. Belə gördüm ki, hətta bir bacarıq da var. Amma ətrafda o qədər də asan deyildi, yəni bir mənalı qarşılanmırdı. Qız futbol oynamaz, təbii ki. Niyə badminton oynamırsan, niyə tenis oynamırsan? İnsanlar tərəfindən bir qədər belə yüngül olsa da qınanırdım, yəni. Bu mənə xoş gəlmirdi. Düzdür, məni evdə atam dəstəkləyirdi. Yəni, ona mən təşəkkür edirəm, o məni hər zaman dəstəkləyirdi və mən futbolu davam etdim. Amma bu his ki vardı məndə ki, niyə qızlara qarşı belə baxanda fərqi nədir ki, voleybolu əllə oynayırsan, futbolu ayaqla oynayırsan da, yəni burada nə fərq var? Yəni bunu həzm edə bilmirdim ki, niyə mən futbol oynaya bilmərəm? Niyə mən futbolu sevə-sevə başqa idman növü ilə məşğul olmalıyam? Bu mənə xoş gəlmirdi və mən özümə söz verdim, mən böyüyəcəm, hüquqşünas olacağam, qadınları müdafiə edəcəm. Hətta yadımda da o vaxt mən dedim, mən vəkil olacağam. Düzdür, o vaxt vəkillik o qədər də hələ populyar deyildi, amma mən dedim, mən vəkil olacağım. Elə də oldu. Sonra mən hüquq fakültəsinin tələbəsi oldum. Düzdür, mən bir müddət Azərbaycandan kənarda yaşadım. Hardasa 13 il müddətində biz Azərbaycanda olmadıq. Mən iş karyeramı hamısını xaricdə başladım. Amma o zaman mən baxdım ki, 18-ci ildə Anar Bağırovun vəkillər kollegiyasına gəlməyinə bir islahatlar baş verdi. Və artıq mən əminliklə dedim ki, mən qayıdacağam Azərbaycana və öz sənədlərimi vəkillər kollegiyasına. Niyə qayıtdınız ki? Müdafiədə oynayırdınız? Yox, həmişə poluzlaşdı, yarım müdafiə. Yarım müdafiə. Yarım müdafiə olubdu məndə. Yaxşı, niyə qayıtdınız ki? Yəni orada hüquq fəaliyyətinə məşğulsunuzsa, orada böyük, inanılmaz limitsiz perspektivlər varsa. Əslində mən sizə tam anlayıram. Bu sualı mənə tez-tez verirlər. Məsələ burasındadır ki, mən həm də 3 qız evladının anasıyam. Qızlarım da bir bəlli yaşa çatdıqda biz qərar verdik birlikdə ki, biz Azərbaycana dönməliyik. Çünki qızımızın o zaman, böyük qızımızın 12 yaşı var idi və bu bir uşağın özünü formalaşmağın bir zamanıdır. Özünü sorğuluyur, sual verir, mən kiməm, hara aidəm və nəzərə alsaq ki, bizim 3 uşağımız, 3-ü də xaricdə də olub, müxtəlif ölkələrdə. Biz artıq başa düşdük ki, bu uşaqlara bir milli mənsubiyyət hissini aşılamalıyıq. Kim və hara aid olduqlarını bilməlidirlər və ondan sonra artıq seçim etməlidirlər. Onlar öz həyatlarını xaricdə davam etmək istəyirlər və yaxud Azərbaycanda. Yəni bir növ biz onları yerinə qərar versək, onlardan o imkanı almış olacaqdı. Aidiyyət duyğusu çox vacibdir ki. Maraqlı sualdır əslində. Belə deyim, biz yəqin ki, özümüzü sığortaladıq bir valideyn kimi. Çünki mən bilmirəm, mənim uşağım hansı necə istiqamətdə böyüyəcək, həyatda seçimləri necə olacaq, bunu biz dəqiq deyə bilmərik. Amma özümüzü sığortaladıq o mənada ki, sabah hər bir halda o deyə bilməsin ki, mən öz vətənimdə yaşamadım, mən heç bilmədim, mən hara aid oldum. O mənada. Yəni, hər ehtimal biz uşaqlara dil baxımından dəstək olduq ki, Azərbaycan dilini tam mənimsəyə bilsinlər. Bizim cəmiyyətdə olub buranın incəliklərini daha yaxşı anlasınlar. Onlar bura gələndə Azərbaycan dilindən demək olar çox məhdud sayda bir sözlər bilirdilər. Hal-hazırda tam özlərini ifadə edirlər. Gözəl deyilmi? Yəni, həm dillərinə sahib oldular, həm mühiti qavraya bildilər, özlərini tam, necə deyim, rahat hiss edirlər. Məsələn, biz çox zaman digər diplomatların uşaqlarına baxırdıq. Onlar Azərbaycana dönəndə hər bir halda diplomatlar bir an vətənə dönürlər. Biz fikir verirdik ki, uşaqlar nə o cəmiyyətin bir parçası oldu, nə bu cəmiyyətin bir parçası oldu. Çünki o cəmiyyətin parçası olmaq üçün illər lazımdır. Bəlkə də mənim evladım heç o cəmiyyətin parçası olmayacaq. Onun evladı orada tam hüquqlu, rahat bir şəkildə yaşayacaq
Və ona görə də mən düşündük ki, biz bunu uşaqların bu imkanını əlindən almamalıyıq. Mənsubiyyət o mənada, yəni. Bəli. Hər bir halda indiyə qədər artıq demək olar 3 ilə yaxınlaşır. İndiyə qədər ancaq pozitiv tərəflərini görürük ki, yaxşı ki biz bunu etdik. Və yaxşı ki biz qayıtdıq. Mən Vəkillər Kollegiyasının üzvü oldum. Orada o müddətcə mən Vəkillər Kollegiyasının üzvü ola bilməyəcəydim. Hal-hazırda mən Azərbaycanda Vəkillər Kollegiyasının üzvüyəm. Çox rahatlıqla demək olar ki, bu üzv oldum. Çünki mənim üçün ən əsas məqam o idi ki, mən qayıdım və mən tam öz gücümlə, öz bacarığımla bunu edim. Mənim üçün bu vacib idi. Yəni ki, mən Azərbaycana qayıdandan sonra bunu öz gücümlə edə biləcəm ya yox? Edə biləcəmsə, əla. Edə də bildim ilk dəfədən. Bilirsiniz, bizim bir stereotiplər var. Bilirsiniz, hətta mən Vəkillər Kollegiyasının üzvü olandan sonra məndən soruşurdular ki, necə oldu, asanmı oldu, çətinmi oldu, incəliklər istəyir. İnsanlar bu ön yargılama bizdə hər yerdə var. Hətta ən gözəl bir vəzifədə biri olan insana da gəlib sual verirlər ki, necə oldu? O şübhə hissi olur. Şükürlər olsun ki, bugün artıq tam başqa istiqamətdə gedirik. Yəni mənim üçün də bu önəmli idi. Bəs xaricdə orada üzv ola bilməzdim. Yəni orada vəkil kimi çalışmaq olmazdı. Orada hansı bir xüsusi şərtlər var? Və baxın, mən diplomatik statusa malik olan bir insanam və mənim üçün əgər mən xaricdə hansısa bir fəaliyyətlə məşğul olmaq istəyirəmsə, mən ilk növbədə diplomatik statusumdan azad olmalıyam. Əlbəttə, əlbəttə. Bəs niyə görə qayıdandan sonra vəkil oldunuz? Məsələn, cinayət hüququ ilə yox, mülki hüququ ilə yox, sırf vəkil olub indi də mediasiya ilə məşğul oldunuz. Bəli, əslində vəkil cinayət hüququ ilə məşğul ola bilər, mülki hüquqla. Biz hamımız, yəni vəkillər hüquqşünasdır, belə deyək, ümumi anlayışda hüquqşünas, amma bir status olan hüquqşünas ki, onlar məhkəmələrdən, vəkil kimdir, məhkəmələrdə təmsil edə bilən insan. Yəni mən vəkil olaraq cinayət hüququnu da seçə bilərdim. Mən hal-hazırda daha çox mülki hüquq, kommersiya hüququ, yəni ailə münasibətləri, mənə bu daha yaxındır. Mən özüm burada görürəm. Ola bilsin, bəlkə gələcəkdə mən cinayət işlərlə məşğul olacağam. Bəs niyə meditasiya? Mediasiya. Bu çox yayılmış məsələdir, meditasiya. Niyə mediasiya? Mediyasiyada meditasiya ilə məşğul olurlar. Belə deyim, mən İngiltərədə yaşadığım dönəm ərzində əlavə olaraq psixologiya, mən ümumiyyətcə mən belə başa düşürəm ki, məndə bir psixoloq yatıb içimdə. Psixologiyanı çox maraqlanırdım. Orada Oxford Universitetinin psixologiya kurslarını keçdim və bir qədər dərindən, inanın ki, beynin quruluşundan belə biz psixologiyanı öyrəndik və mənə çox maraqlı oldu. Və mən öz CV-mə bunu əlavə etmişdim ki, bəs mən Oxford psixologiya kurslarını bitirmişəm. Vəkilliyə qəbul olunanda mənim CV-mdə bu gördülər bunu ki, bəs belə bir şey var. Dedilər ki, mediasiyada da bizdə psixologiyanı bilən, yəni insanlara ehtiyac var. Bilirsiniz, mediator bir danışıqçıdır, vasitəçidir və psixologiyanın rolu orada çox önəmlidir. Və təklif olundu ki, özünüzü sınamaq istəmərsinizmi? Mən dedim, əlbəttə istəyirəm. Böyük məmnuniyyət. Mediasiyanın nümunələri xaricdə də var? Əlbəttə var. Əlbəttə var. Bizdə hal-hazırda məsələn İtalyan modeli ilə gedirik. İtalyan mediasiyası. Yəni İtaliyada da kimsə boşananda gedir, bir ay gözləyir ki, meditasiya meditasiya eləsin, mediasiya otursun, baxsın. Mənə çox qəribə gəlir o. Elə ölkələr var ki, orada məcburidir. Yəni belə də ilk növbədə onu keçməlisən. Elə ölkələr var ki, orada könüllüdür. Mediasiya bir qurum kimi var. Sən əgər özün seçim edirsən, istəyirsən məhkəmə yolu ilə həll edirsən, istəyirsən gedirsən mediatorla həll edirsən. Bizdə məcburidir. Bizdə ailə və əmək ilkin mediasiya məcbur. İlkin. Bu deməkdir ki, sınamaq. Gəlirsən, sınayırsan. Olmadısa, olduğu kimi davam edirsən, gedirsən məhkəməyə. Yolundan qaytardığınız adamlar olur? Bəli, olur. Olub. Bilirsiniz, hərdən insanlar emosiyalara qapılır. Gəlirlər, boşanıram, ayrılıram, uşaqları götürürəm, xaricə gedirəm. Olur. Təmkinli, rahat. Ona görə mediator, mən hətta deyərdim, mediator çox incə bir pediatrdır. Elə də deyən olur, inanırsınız. Onu da deyən olur. Bizə bir dəfə hətta bir dəfə demişlər meliorasiya deyil. Yəni əlbəttə olur. Əli Zelenski misal çəkdi. Son dövrlərin ən məşhur məsələlərindən biri Zelenski və Trump arasında olan Ağ Evin hətta müqəddəs oval otaq adlandırılmış Ağ Evin bu mərkəzində baş verən bir söz dueli idi. Mən tərəflər kim haqlıdır, kim haqsız məsələsinə toxunmuram, amma bizdə belə bir fikir var ki, Amerika çox azaddır, çox demokratdır və çox ədalətlidir. Amma bu filmlərdə və ya Əlinin çox baxdığı true crime
bu məhkəmə proseslərində orada hətta günahsız adamın uzun illər həbsdə yatdığını və ya günahkarın azad olunduğunu, çünki orada Andlılar Məhkəməsi deyib ki, bəs biz bunu günahsız hesab edirik, bu adamı günahsız hesab edirik. Həqiqətənmi birinci gəlin başlayaq ki, Amerikan hüquq sistemi nədir? Nəyin üzərində qurulub və həqiqətən də ədalətlidirmi? Amerikan hüquq sistemi belə anlaşılır ki, Anglo-Sakson hüquq sistemi üzərində qurulur. Common law deyilən presedentlərlə daha çox işlənilir. Təbii ki, hər bir şeyin müsbət mənfi tərəfi olduğu kimi eynicə Amerikada da eynidir. Bu dediyiniz məsələn misal üzərində getsək, Amerikada saysız hesabsız belə işlər var ki, insan hətta rekord, yəni 45 il belə bir iş olubdu Amerikada. 45 il insan haqsız yerə deməli mühakimə olunubdu. 2075-ci ildən deyəsən 2018-ci ilə qədər qalıbdı həbsxanada. Sonra yanlış şahid ifadəsi üzərə çıxıbdı və o azad olunubdu. 1,5 milyon da ona kompensasiya verilibdi. İndi nə qədər ədalətlidir? Gəlin özümüz baxaq. Yəni belə hallar var. Bu nədən bəhs edir? Bilirik ki, Amerikada Andlılar Məhkəməsi, xüsusən ağır və xüsusilə ağır cinayətlər olanda Andlılar Məhkəməsi 12 saydan ibarət Andlılar Məhkəməsi, yəni ki, qeyri-hüquqşünaslar 12 nəfər deməli şəxsin günahkar və ya günahsız olmağını müəyyən edir. Hakim isə cəza ilə bağlı prosesə nəzarət edir və cəza ilə bağlı olan məsələləri həll edir. Onlar yox desələr hakim cəza verə bilməz? Belə deyək, onlar ya günahı var və yaxud yox cavabını mütəşəkkil, yəni hər hamısı bir yerdə o cavabı verirlər. Hakim isə özü artıq mülahizə edir ki, buna necə bir cəza verəcək, yəni onu necə necə cəzalandıracaq, bəli. Və burada məsələn çox vacib məqam vəkillərin roludur. Niyə Amerikada vəkillər o qədər yəni bahalı bir peşə sayılır? Niyə? Çünki vəkillər orada işin böyük hissəsini görürlər. Və hətta belə bir deyim var ki, yaxşı vəkil Amerikada sənin həqiqətə əl çatımlığı daha da yaxınlaşdırır. Yəni yaxşı vəkil, çünki vəkil orada bir şou oynayır. 12 nəfər insanın fikrini dəyişmək üçün sən orada necə bir aktyor bacarığına malik olmalısan, necə bir strategiya qurmalısan ki, onlara təsir edəsən. Yəni, amma siz dediyiniz kimi elə hallar olur ki, təəssüf ki, insanlar haqsız yerə illərlə, bu arada onu da deyim ki, bir çox işlərə baxsaz, o 70-ci illər, 80-ci illər daha çox irqçiliklə bağlı olan cinayətlər, qara dərili insanlar daha çox mühakimə olunubdu, illərlə həbslərdə yatıbdı. Yəni, demokratiya deyirik, onu deyirik, bunu deyirik, amma hər şeyi desək, görəcəyik ki, yəni Amerikanın özündə də bu. Hüquqşünas kimi soruşacağım. Yəni burada biraz mənə qəribə gəlir. Amerikada mən olmamışam, Allah heç kimin işini onlara salmasın. O məhkəmədə və o cür sistemdə tutaq ki, bir yalançı şahidiz. Bir şahid gəlir, buna bir İncil gətirirlər. Əlini qoyur İncilin üstünə və deyir ki, mən and içirəm ki, ancaq düz deyəcəm və düzdən başqa heç nə deməyəcəm. Adam ateistdirsə, bunu bir, İncilə nəyə and içir? 2, ümumiyyətlə hüquq sistemində bir müqəddəs sayılan kitaba and içmə özü hüquqa zidd deyil. Mən sizinlə tamamilə razıyam. Ümumiyyətcə bu bir növ ənənə halıdır. Yəni bir çox şeylər ənənə olur da, and içmə mərasimləri, həkimlərin and içmələri, bilirsiniz də bu belə daha çox tradisional bir anlam daşıyır. Yəni ABŞ məhkəməsində həm də isbat tərəfi var. O gəlib orada çox şey danışa bilər. Məsələn, bu Johnny Depp'in şeyində qadın tərəfdən bir 50-yə yaxın şahid gətirdilər. 50-yə yaxın şahidin heç birinin isbatı yox idi. Yəni liftdə deyir ağlamışam, liftdən əvvəl gülə-gülə girir, sonra ağlayır. Johnny Depp kamera görüntüsünü verir. Orada o şou gedir də sizin bayaq dediyiniz və İncil məsələsi də o şou Amerikada məhkum olunanda məhkəməyə ona görə ifadə vermir və girmir ki, orada Allah yazılıb. Mən Allaha inanmıram və mənim Allah yazılan yerdə nə işim var. Bəs siz bir vəkil kimi baxmasaq, adi bir insan kimi baxsanız bu məsələ, vəkil adi insan. Biz qeyri-adi insanlar.
Vəkilləri mən yaxşı, çox pulum varsa daha yaxşı vəkil tuta bilərəm məsələsi özü bir ədalətsizlik deyilmi? Siz mənə belə qəribə ritorik suallar verirsiniz. Necə deyim? Siz özünüz necə fikirləşirsiniz? Bax mən sizdən Çox soruşuram. böyük ədalətsizlikdir. Çünki Sizcə belə? mən hüququn pul məsələsindən tam ayrılmağını arzu edirəm. Çünki Bəs biz onda necə çalışaq? Yox, hüquq bəllidir də. Varlılar hüquq yaratmalıydılar. Çünki pulunu kölələrdən qorumalıydılar. Mən 70-ci, 80-ci illərdə qaradərilərə məhkəmədə olanları qınaya bilmirəm. Bir, çünki çox böyük cinayətlər eləyiblər, çox böyük. 2, hüququn məntiqi varlıları kölələrdən qorumaqdır da. Bu da o dövrdə kölə olub. Çox normaldır. Çox normaldır qaradərililərin elə olması. Necə ki, Ərəb Əmirliklərində ya da Qatarda ya da orada Vyetnamlıları, Taylandlıları, onları bunları eləyirlər. Çox normaldır. Varlı pulunu hüquqla qorumalıdır kölələrdən. İçində bir dənə quldar yatırarsan. Feodal. Çalışıram tutum o bağları. Feodal olmuş. Bir sara qayıtdıq. Bəs indi dövlətin verdiyi vəkillər və s. bunlara Bəli, bir Avropa hesabına. kimi sistem gətirilə bilməzmi? Məsələn, Avropada reytinqləşdirilir bunlar, udduğu məhkəmə sayı və s. Amma nə bizim ölkədə bu reytinq sistemi var bildiyim qədərilə. Məsələn, nə də Amerikada. Bunun gördüyünüz ən ədalətli sistemi məsələn hansı praktikada olub ki, kasıbdır, normal vəkil veriblər. Belə deyim də biz indi bugünkü gündən danışırıqsa, yəni biz istərdik, istəmədik, hafırran, gəl kapitalist bir münasibətlərdə yaşayırıq da, yəni pul bu anlamda nəyisə həll edəcək və bu normal olan bir şeydir. İmkanın var, yaxşı vəkil tutursan, yoxdur, səni dövlət hesabına ən azından vəkillə təmin olunur. Bugün Azərbaycanda cinayət işlərində əgər insanın imkanı yoxdursa, dövlət tərəfindən vəkillə təmin olunur. Və mən sizə əmin edirəm ki, elə vəkillər var ki, onlara ödəniş edən işlərin müqayisə etsən eyni dərəcəli sona qədər vuruşurlar. Daha çox lap gənc nəslin vəkilləridir. Yəni onlar ədalət uğrunda vuruşurlar. Doğrudan da ona o iş verilir, hansısa məsələmdə məişət zorakılığına əziyyət çəkən, hansısa onun qurbanı olan bir qadını. Və bilirsiniz, onlar o xanımlar, yəni o və yaxud hansısa bəylər, onlar axıra qədər vuruşurlar və mən onu görəndə çox fərəhlənirəm ki, doğrudan da bizim cəmiyyətdə artıq bu o pula bağlanmır. Bu bir növ şərəfə, peşəvə hörmətə onunla gəlib eyniləşir. Tendensiya buna doğru gedir. Bəs reytinq məsələsi, yəni bizdə vəkillərin reytinqi məsələsi. Reytinq məsələsi vəkillər özlərini, yəni bizim bir vəkillər kollegiyasının saytı var. Onun saytın içərisində hamının, bütün vəkillərin bir reyestr kimi nömrələri ilə, ünvanları ilə hamısı qeyd olunub. Hər bir vətəndaş rahatlıqla daxil ola bilir və oradan istədiyi bir vəkili, orada peşəsi, spesializasiya, hara daha çox hansı işlərdə, onun hamısını oradan rahatlıqla seçə bilirlər. Belə bir əlavə saytlar da var ki, orada vəkillər öz şəkillərini, informasiyalarını qoyurlar, vəkil axtarıram saytı kimi belə oradan seçilə bilir. O ki, qaldı reytinq, hər kəs özünü fərdi olaraq, kimsə hüquq şirkəti çərçivəsində, kimsə fərdi olaraq sosial şəbəkələr üzərindən, elə vəkillər var ki, daha çox necə deyirlər ona, Reels falan belə, mən özüm bir qədər uzağam, onu dəqiq bilmirəm, Instagram üzərindən ona necə deyirlər, şəkillər və paylaşırlar, kiçik videolar, informativ, məlumatlandırıcı xarakterli və artıq insanlar o sosial şəbəkələri təbii ki, izləyirlər, adı çox zaman vəkil falan kəs belə gedir, izləyirlər və müraciət edirlər. Həm rus dilində aparan vəkillərimiz var, həm Azərbaycan. Niyə? Çünki geniş auditoriyanı məsələn əhatə etmək üçün, çünki bizim xaricdə vətəndaşlarımız var, burada yerli vəkillər istəyirlər ki, məsələn, amma rus dilində olan və Rusiya ilə əlaqəli bir sənədləşmələrmi, falan şəxsiyyət vəsiqələrimi, torpaq məsələlərimi. Yəni belə özlərini, yəni cəmiyyətə təqdim edirlər. Amma yenə də deyirəm, bu məsələ inkişaf dövründədir. Məşhur bir film var. Daha sonra onun bir başqa bir formasını Mixalkov 12 adı ilə çəkmişdi. 12 qəzəbli kişi. 12 nəfərlik biz səndən icmal etmişdik o filmi. 12 Andlılar Məhkəməsinin 12 üzvü uşağın atasını öldürüb öldürməməsi ilə bağlı qərar verməlidilər və orada biri futbola tələsir, biri uşaqlıq travmasını yadına salır. Yəni hər birinin
keçmişdə yaşadığı bir təcrübə bir uşağın taleyini həll edə bilərdi. Yalnız bir nəfərin müdrik yanaşması ilə məsələ tamamilə ayrı bir axar alır. Bu film çıxandan sonra Amerikada məhz hüquq sistemində müəyyən dəyişikliklər olunur. Yəni filmin özü hüquq sisteminə dəyişiklik edən bir film olur. Biz indi dillər dəyişikliyi olub falan, biraz da Amerikanın hər dediyinə inanmaq da lazımdır. Bu 12 nəfər ki seçilib gəlir. Bu yaxınlarda Clint Eastwood yeni bir filmi vardı. Andlı nömrə 2. Düzdür, reyting olaraq belə IMDb-də 8-9 deyil, 6.7 falandır. Maraqlı bir filmdir. Orada da bir andlının məhkəmədə iştirakı ilə bağlı olan bir məsələdir. Bir adamın şəxsi hüquqşünas olmayan bir adamın faktlar doğrudur deyil, şey deyil. Sadəcə ona şəkil göstərilir. Baxın, amansız qətlə yetirilib. Biz bunu sadəcə bir rəsm olaraq görürük. Bir hüquqşünas olmayan adamın şəxsi məsələlərdən dolayı məşqə tələsirəm, qızdırmam var, övladım olacaq, işə tələsirəm, mənim burada nə işim var və ya nə bilim keçmiş travmaları bir işin ədalətli yanaşmasına təsir göstərirsə, Andlar Məhkəməsi verilmişsə orta əsrlərdən gələn bir məsələdir də. Yəni bu yeni bir kəşf deyil insanlıq üçün. Nə qədər ehtiyac var buna və bu nə qədər vazkeçilməz bir şeydir ki, hələ də mövcud. Səhv etmirəmsə, SSRİ qanunvericiliyində də Andlar Məhkəməsi nəzərdə tutulurdu. Bilmirəm indi Azərbaycan qanunvericiliyində var yoxsa yoxdur. Amma SSRİ əvvəlki SSRİ 1920-ci illərdə var idi. Orada xalq məhkəmələri kimi deyirdilər. 2 nəfər, səhv etmirəmsə 2 nəfərdən ibarət tərkib olurdu və elə bir növ xalqın nümayəndəsi kimi işə qoşulurdular fikrə. Tam da o Andlar Məhkəməsi deyildi. Belə başa düşürəm. Ümumiyyətcə postsovet ölkələrinin demək olar ki, heç birində hal-hazırda tətbiq olunmur. Gürcüstanda bircə var. Son islahatlardan sonra Gürcüstanda tətbiq olunmağa bəli. Yəni bu 2011-ci ildə insanların xasiyyətinə, iş gücünə, keçmiş travmasına aid olan bir şeyi, bir məsələ qərara təsir edə bilər. Sizcə bu sadəcə köhnəliyin əlaməti və ya yenidən Amerikanın sadəcə biz yenə də şou göstərə və insanların başını qatağına biraz konspiroloji oldu sözün açığı mənim bu analizim, amma mənə hərdən elə gəlir ki, elə maraqlıdır. Siz dedikcə mən də düşünürəm. Amerikada bu yenə də deyirəm, bu bir ənənədir. Artıq illərdir də onu buralarda tətbiq olunur və onların fərqləndirici cəhətlərdən biridir. Yenə də hər bir şeyin iki tərəfi olduğu kimi bunun da iki tərəfi var. Yəni müsbət tərəfləri var. Siz dediyiniz o mənfi tərəflər də var. Amma niyə belədir sualı? Niyə orada belədir? Buna baxmaq üçün ümumiyyətcə baxın, cəmiyyətdə bir şəxs, cəmiyyətdə yəni bir varlıq kimi biz varlıqlarıq və bizim bir şuurumuz var. Bir insanlar cəmiyyətin ictimai varlığı kimi şuura malikdir. Eləcə də cəmiyyətin özünün də şuuru var. Buna da deyirlər ictimai şuur. Bu bir qədər fəlsəfədir. Yəni ki, var insan şuuru, var cəmiyyət şuuru, ictimai şuur. Və ictimai şuurun formalaşmasında iki səviyyə var. İdeologiya və ictimai psixologiya. Deməli, 6 forması din, əxlaq, hüquq, elm, incəsənət, siyasət. Bu 6 forması var. Bu bir belə bir strukturdur, fəlsəfi bir strukturdur və bütün cəmiyyətlərə bunu tətbiq eləmək olar. Aşağı-yuxarı bütün cəmiyyətlər bu strukturdandır. Lakin məzmunu cəmiyyətlərin tam fərqlidir. O qədər fərqlidir ki, biz 2 dənə identik cəmiyyəti tapıb göstərə bilmirik. Yəni hamısı fərqlidir. Bu da ictimai şuurun fərqliliyindən, necə ki insanları şuuru fərqləndirir, cəmiyyətləri də onun ictimai şuuru fərqləndirir. İctimai şuurun sifarişçisi isə cəmiyyətin özüdür. Cəmiyyətin özü, yəni cəmiyyət özü hansısa bir tarixi seçimlər edir, nəsə bir tarix müddətində nəsə keçir və o sifarişi verir. Sifariş də gəlir həmin o ideologiya və ictimai psixologiyadan. Yəni Amerikada bugün mövcud olan sistem məhz o cəmiyyətin sifarişi kimi qiymətləndirmək olar. Yəni o onun istəyidir, o onun sifarişidir. Və əgər mən sadaladığım o 6 formanın birində tutalım ki, hüququ deyək, hüquqda hər hansısa bir dəyişiklik baş verəcəksə, bugün bizdə və yaxud hardasa fərq etmir, bu müsbət və ya mənfi dəyişiklikdir. Bu mütləq və mütləq həmin cəmiyyətin öz sifarişi ilə olmalıdır. Yəni cəmiyyət onu istəməlidir, orada nəsə dəyişiklik baş verməlidir. Məsələn, bugün postsovet ölkələrin dediyim Gürcüstanda var. İndi bu nə qədər cəmiyyətin sifarişi ilə olunubdur?
və yaxud qanunvericiliyin sərt dəyişimi ilənmi olubdu? Bu yaxşıdır, digər ölkədə işləyir, bizdə də olsun. İşləyirmi belə bir sistem? Bax, bu sualdır. Çünki hər şey, yəni o özü axarı olaraq gəlib o vəziyyətə yəni çıxmalıdır. Hətta İngiltərədə də 12 andlı ilə işlərə 12 andlı ilə baxılır. Yəni çünki Anglo-Sakson sistemi olduğuna görə orada da belə. O peruk elə də taxırlar, şey parikləri. Ancaq o daha çox göstəriş olan bəli işlərdə. Qəribə gəlir. İki adamla parikin taxırlar. Yəni də görürsüz, axı İngiltərə bir ənənəvidir. Ənənədir. Onlar üçün çox önəmli. Bəs niyə var da küçəyə zibil atırdılar və adamların başına düşür deyə. Parkı taxırlar ki, başları çirklənməsin. Hə, mən çirkə görə bilirəm. Hə, çirkə görə taxırdılar. Amma indi sadəcə onların ənənədir. and içmə mərasimləri, onların o atlarla çıxırlar. Mən İngiltərədə yaşamışam 4 il. Yəni o Buckingham Palace-ın qarşısında o göstərişlər, hamısı onlara çox doğma bir şeydir. Onların bir parçasıdır. Onun yəni də o cəmiyyətin bir sifarişidir. Yəni qaydırıq o məziyyətə. Bəli. Yəni cəmiyyətin bir sifarişidir. Yəni ona görə də məsələn filosoflar var. Raymond Aron belə bir filosof var. Düzdür, fransızdır, amma Yəhudi əsillidir, səhv eləmirəmsə, Yəhudi əsillidir. Onun belə bir araşdırmasından nəticə olaraq, o daha çox cəmiyyətlə, filosofiya cəmiyyətlə işləyirmiş. Deyir ki, əgər cəmiyyətdə kimsə nə isə indi bu dəqiqə dəyişmək istəyir, bütün strukturu dəyişmək istəyir və kəskin bir dəyişikliklərin tərəfdarıdırsa, çox güman ki, o özündə nə isə dəyişmək istəyir. Yəni ona görə cəmiyyətdə məsələn mənim, Turalın, Əlinin istəyi ilə nəsə dəyişməyəcək. Çünki biz toplum deyilik. Əgər sifariş olacaqsa, o zaman nəsə dəyişəcək. Bunu Freud da deyib, Nietzsche də bunu deyir. Yəni hamısı deyir ki, cəmiyyətdə olanlar bizim işimizin bir təzahürüdür, bir proyeksiyasıdır. Xaricdə uşaq böyütməyin nəyi çətindir? Və nəyi asandır? Maraqlı keçirdiniz. Əks-hücuma keçirdiniz. Birbaşa qabaq, tiki-taka. Görürsünüz, siyasət, filosofiya, hüquq o qədər maraqlıdır. Xaricdə uşaq böyütməyin nəyi çətindir və nəyi asandır? Yenə də deyəcəm, Əli bəy deyəcək ki, düz olmadı. Axı biz uşaqlarımızı böyüdürük milli mənsubiyyətimizlə. Bizə aid xas, bizim çox gözəl Əli bəy xüsusiyyətlərimiz var. Mən də sual verdim mən. Vətən düşməni. Yox, yəni xüsusiyyətlərimiz vardı. Məsələn, çox gözəl, yəni hörmət ediləsi böyüklərə hörmət, böyük, kiçik məsələləri belə. Amma yenə də o biraz İngiltərədə hörmət eləmirlər ki, böyüklərə. Gəlin bunu şey eləyək. Elə deyil. Əslində o çünki böyük kiçik məsələsi bilirsiz niyə xoşlamıram o məsələni. Orada onlara deyirlər ağsaqqaldır. İndi ağsaqqal ola bilər, həyatını puç yaşayıb sonra ağsaqqal olub. Mən onun tərəfdarı deyiləm. Okay. Onu bir dənə uşağın böyütmək çətinlikləri nə ola bilər? Belə deyim, məsələn, əgər İngiltərədən götürsək, İngiltərə çox fərqli bir cəmiyyətdir də. Yəni o İngiltərənin özündə, məsələn, İsveçrədə elə deyildi. Mən İsveçrədə yaşayanda elə deyildi. İsveçrədə daha çox mən Avropalı, yəni Almanlar, İtalyanlar, fransızlar bu qarışığa görə. Amma İngiltərə çox fərqlidir, çox diverse bir cəmiyyətdir. Həm də sərt cəmiyyətdir. Həm də sərtdir. Yəni İngiltərədən baş açan adam Avropanın istənilən ölkəsində çox rahat yaşayır. Ora çox sərtdir o mənada. Vallahi 20 yanvardan qəzasız keçən adam dünyanın istənilən yerində yaşaya bilər. Yəni onun üçün problem deyil. Ona görə o fərqli olduğuna görə sizin uşaqlarınız, evladlarınız daimi çox fərqli cəmiyyətin nümayəndələri ilə, çox fərqli inancları ilə, çox fərqli dünya görüşləri olan insanlarla qarışır. Bir sinifdə yəni 15 ölkədən olan insan ola bilər. Bu ola bilər Ərəb ölkələri, Avropa ölkələri, yəni başqa digər Amerikadan hamı ola bilər. Ona görə çətinlik ondan ibarətdir ki, uşaq heç kimə uyğunlaşmasın. Yəni o elədir, mən də elə olum deməyim. O özünə uyğun, özünün öz mənsubiyyətinə, öz bir identifikasiyasını saxlaya bilsin. Mənim üçün ən çətin məsələn düşünürəm ki, odur. Biz İngiltərədə yaşayanda 2016-21 bu illərdə olduq. London İngiltərə deyil mənim üçün. Yəni London tam fərqli bir megapolisdir. Çünki məsələn mən biz elə bir Londonda yaşayan, ondan öncə biz İsveçrədə olmuşuq. İsveçrədən gəlmişik. Bax İsveçrə doğrudan da səni hər bir mənada, yəni cəmiyyətə hazırlayır. Deməli, məsələn İngiltərədə mən İsveçrədən sonra gəlmişdim deyə fərqliliyi o saat hiss etdim.
Yəni İsveçrədə kimsə səndən salamlaşmasın, səhər gülü sulayan belə insan, səhər çıxırsan sənə birinci oradan salam verir. Yəni amma London belə deyil. Londonda mən gəldim, ilk dəfə elə birinci günləri idi, liftə girdim, salam verdim, bir ərəb idi liftə. Belə baxdı mənə, dedi görəsən bu niyə mənə salam verir? Çünki Londonun əhalisi tam qarışıqdır. Ora tam fərqlidir. London abad deyirlər. Bir növ. Amma İsveçrədə tam fərqli. Mən həmişə deyirəm, mən 2 dəfə elə bir tərbiyə görmüşəm də. Bir dəfə mən ailəmdə tərbiyəni görmüşəm. Bir dəfə də 26 yaşında İsveçrəyə gedəndə. Orada məni cəmiyyət 2-ci dəfə tərbiyə etdi. Nələr fərqli idi? Çox şey fərqli idi. Çox şey. Yəni o qədər geniş sualdır ki, yəni necə deyim sizə? Məsələn, doğrudan da ağlınıza gələn ilk 3 şey məsələn. Elə siz onu salamlaşmağı dediniz məsələn. Mən ümumiyyətlə ünsiyyətçil insan olmuşam, sizə salamlaşmışam. Amma İsveçrədə mən hiss elədim ki, mən kifayət qədər ünsiyyətçil deyiləm və yaxşı salamlaşmıram. Çünki biz salamlaşırıq da daha çox ünsiyyətdə olduğumuz insanlar, qonşudur, odur, bu düz deyil. Bizdə elə insan var ki, biz tanıdığım. Məsələn, mən bir dəfə gəldim, avtobus dayanacağına yaxınlaşdım. Orada bir qoca bir qadın oturmuşdu, yaşlı. Mən də gəldim, dayandım. Belə baxdım o tərəfinə, üzümü çöndərdim. Arvad belə yavaşca əyildi, başını əydi, mənə dedi, "Bonjour." Elə birisi səni başımdan qaynar su tökdü. Salam əleykum. Bəli. Hardan gəlmisən belə? Sən niyə belə mədəniyyət? Belə baxdım, dedim, "Bonjour, madame, bonjour." Sonra danışdıq, onunla ünsiyyət qurduq. Hətta soruşdu hardan gəlmişəm. Deməzdiniz. Salamın tonu zaten onu deyir. Amma görəndə ki, mən onunla fransızca danışmağa başladım, tam da dəyişdi və mən orada fransız dilini niyə öyrəndim? Çünki cəmiyyət yenə də. Bax dediniz nə fərqlidir? Maraqlı bir şey danışım sizə. Biz İsveçrəyə köçmüşük. Evimizin düz yanında bulanjeri var. Çörək belə bir şey yer satılan yer. Bir dəfə gəldim, çörək aldım səhər. İngiliscə də alıram. Can I have bread götürürəm, gedirəm. 2 dəfə axırda həmin xanım daim orada. Mən dedi ki, siz burada yaşayırsınız? Dedim, bəli, təzə köçmüşük bura. Deməli hər gün çörək alacaqsınız. Deyirəm, bəli. Onda gəlin belə eləyək. Mən sizə çörəyi fransızca almağı öyrədəcəm. Yəni mesajı görürsüz. Soft power. Deyirəm, Dediniz çörək, dedi hələ də rus sektor söhbəti gedir. Yəni deyir ki, sən nə istərsə eləyə bilərsən, amma çörəyi məndən fransızca al. Mənə bu xoş olacaq. Gəldim həmin günü yollaşma evdə dedim ki, Hüseyn mənə elə gəlir ki, biz fransız dili öyrənməliyik. Dedi böyük məmnuniyyətlə. Bizə də vətənpərvərlik eləyəndə ya da Azərbaycan dili ya da Azərbaycanla bağlı xoş şey danışanda deyirlər ki, sən qıcısan. Bax Avropaya. Onlar kimi ol. Halbuki Avropalılar özlərini nə qədər sevirlər. Sadəcə şey məsələsi. Məsələ dəyərdir. Dəyər verməkdir. Görün dilinə nə qədər dəyərli bir çörək satan qadın. Onun sayəsində mən fransız dili öyrəndim və 4 ilin sonunda gedəndə gəldim, aeroporta gedirdik. Mən gəldim ondan sendviçlər aldım, sağollaşdım və ona təşəkkür etdim. Artıq fransızca mən ona rahat danışırdım. Dedim, mən sizə təşəkkür edirəm. Sizin sayənizdə mən fransızca. Gözü yaşardı, məni qucaqladı. Aldım sendviçlərimi, köçdüm oradan sonra Azərbaycana. Onlar harda tutublar ki, özünə hörmət eləmək lazımdır. Onlar harda? Biz necədir? Mən onu o özünə hörmət məsələsi bir çox Azər çayı çox sağ olun dediyiniz üçün təşəkkür. Möhtəşəmdir, ətri möhtəşəmdir. Misal üçün Barselonaya gedirsən, bir katalondan sual verirsən, sənə katalonca cavab verir. Ürəyinin dərini bəlkə də ingiliscəsini də bilir. Bir fransızca ingiliscə soruşsan sənə cavabı verir fransızca. Amma Hollandda bu yoxdur. Hollandda ingiliscə soruşsan, Hollandlarda ikinci dil elə ingilis dilidir deyə ingiliscə verir, amma öz aralarında dat dilində danışırlar. Məsələn, Skandinav ölkələrində mən görməmişəm ki, onlar sənə Skandinav dilində cavab, yəni Danimarkanın öz dat dilində cavab versin və ya nə bilim İsveç dilində cavab versin. O sənə başlayır ingilis dilində izah etməyə. Amma almandır, fransızdır, ispandır, nə bilim İtalyandır. Bunlar belə bir ki, prinsipial olaraq öz dillərində cavab verməyə başlayırlar. İndi siz deyirsiniz ki, məncə tarixə bağlı bir şeydir. Tarixə bağlıdır. Bəli. Dövlətlərin gücü. Gəlin tarixə baxaq. Yəni bir Skandinavın dövləti necə olub? Bir İtaliyanın Roma imperiyası. Onlar hələ də özlərini imperiya hesab edirlər, deyirsiniz. Onlardan asılı deyil. Sosial sifariş cəmiyyətin içindədir. O dediyim həmin o məsələ. Bilirsiniz necə? O ənənəvi olaraq, o axırı. Yəni onlar deyirlər ki, biz imperiya uşaqlarıyıq. Onlar onu demirlər. Onlar onu hiss edirlər. Onlar onu demir. Onu desə yaxşı olmaz, Avropa olmaz. Onu demir, amma onu hiss edir öz qanında. Əlbəttə. O
o tarixi, o fransız, yəni mənim dilimə öyrəş. Uzun Mənim müddətdir dilimdə danış. fransızdılar da. Keçən dəfə bir qonağımızın dediyi kimi. Mən O müddət düşünürəm məsələsi ki, çox var. düşünürəm Adam ki, belə qorxur. background deyən o tarix, o əsas güclüdür. Həm də fikir verin, dövlətləri güclü olan ölkələr başqa dillərə belə çətinliklə uyuşurlar. Məsələn, ruslar hansı dildə danışırsa, mənimsəyirsə, sən daim hiss edirsən ki, o rusdur. Düzdür də, orada doğulub böyüməyibsə, o əgər mənimsəyir. Azərbaycanlı məsələn danışır rahat, hər bir dilə. Hər bir dilə biz tez uyğunlaşırıq. Ərəbləri görmüşük, farsları görmüşük. Biz dilə uyuşuruq. Biz çox kommunikasiya rahatıq. Yəni biz o mənada çox açığıq. Bu böyük üstünlükdür. Amma rus danışırsa, türk belə danışır. Türkün aksentini görmüsünüz də necə olur? Başqa dillərdə danışır. Olsa da bilirsən ki, türk danışır. İtalyan danışır. İtalyan o saat bilinir ki, İtalyandır. Amma mən məsələn Koreyada Fransız danışır İngiliscə, o da bilinir. Çox qəribədir, deyilmi? Koreyada gördüyüm bir məsələni deyim sizə. Seula düşmüşəm. Gəldiyim ilk gündür. Acından döyürəm. Neçə saat düşmüşəm. Bana burada yəqin bir dənə türk restoranı taparam Seulda. Dalang tapdım. Getdim türk restoranına. Atatürk'ün şəkli, bayraq, orada dönər, burada nə bilim falan. Ofisant Koreyalıdır və Koreyalı türkçə danışır. Aha. Bu da cavab. Yəni adamlar öz işçisinə, o bilir ki, onun müştərisi Koreyalıdan çox daha çox türkdür. İşə götürdüyü Koreyalıya türkçə öyrədir. Koreyalılar türklərə çox böyük məhəbbəti var bu Koreya müharibəsində, yarımada müharibəsində onların yanında olublar falan. O başqa bir hekayədir. Amma adamlar bir şeyi var. Yəni dünyanın elə bir ölkəsi bəlkə də yoxdur ki, orada bir türk restoranı var. Latviyaya getmişdim. Rigada türk restoranı var idi. Adətən də özləri, onların bir community'si var. Məsələn, Berlində türk məhəlləsi var. Bəli. Tamamilə türkçə danışırlar. Heç almanca da bilmirlər. Yəni uzun illərdir Assimilasiya Yaxşı yerlərdə olur. olmur. Ha. Assimilasiya baş vermir. Hə, orada assimilasiya baş vermir. Amma bir dənə məsələ var. Bu sual mən verməsəm o şeylərimdə. Xaricdə yaşayan azərbaycanlıların bir çoxu deyir ki, ora köçəndən sonra azərbaycanlılarla qonşu olmaq istəmirlər. Kanadada yaşayan, Amerikada yaşayan, hətta Britaniyada biz bir dəfə səfərdə olanda orada Səmanın izləyicilərindən biri var idi. Ora görüşə getmişdik. Sanki biz ora gedəndə deyir, onlardan uzaq durarsan, özümüz belə özümüz tək yaşayaq, çünki problem yaşaya bilərik onlardan. Belə bir şey var. Amma sonuçta və Əli ilə bərabər biz Əksini gördük. Dubay və Dohada yaşayanda əksini gördük. Yəni oradakı azərbaycanlıların Unite olmaq istəyir, belə birləşmək. 300 nəfər məsələn, tutaq ki, Qətərdə 300 azərbaycanlı yaşayırsa, bunlar hamı birbirini tanıyır, bir community var, hərəsi özü yaxşı yerlərdə işləyirlər. Amma qərbdə olanlar isə elə ki, bir-birlərindən uzaq qaçırlar. Bu misalı mən bu verilişdə vermişdim. Bir dəfə bir an qardaş var idi, Kanada keçmişdi və bir dənə vlog çəkdi. O video vlog da ondan bitdi. Vlog çəkdi ki, bu gündən etibarən mən sizə Kanadaya necə gəlmək olar, o haqqda video eləyəcəm. Birinci videosunu elədi, ikinci və üçüncü videolar olmadı. Yəqin etimlə ki, dəlizən hamı gələr bura, lazım dörsünüz. Maraqlıdır, siz onunla əlaqələr. Məsələn, mənim qoşum Azərbaycanlı idi İngiltərədə. 3 mərtəbə. Siz onu müşahidə eləmisiniz ki, Azərbaycanda bir-birlərinə qaçırlar qərbdə. Yox, məsələn, orada İngiltərədə hətta biz o community-nin cəmləşməsinə bir töhfə də verdik. Çünki biz orada Azərbaycan dili məktəbi təsis etdik yoldaşımla ikimiz. Azərbaycan dili məktəbi, Birlik Azərbaycan məktəbi. Şənbə bazarımızı həsr etdik o məktəbə. Niyə elədiniz onu? Niyə ehtiyac vardı? Yəni bizim uşaqlarımız orada böyüyürdü və onların elə bir ilk dili ingilis dili oldu. Əvvəlcə onların ilk dili fransız dili idi, yazıq uşaqlar. Fransızca başladılar. Ondan sonra biz o cəmiyyətdən onları qopardırıq, gətiririk İngiltərəyə. Sıfırdan uşaqlar 4 yaşında başlayırlar təzədən ingilis dilini öyrənməyə. Sonra onlar ondan öncə Rusiyada olmuşuq, doğulanda rus dilini bilirdilər. Evdə mən Hüseynlə qarışıq danışıram, Azərbaycan-rus qarışıq olur. Mən özüm də rus bölməsini bitirmişəm, amma buna baxmayaraq, yəni Azərbaycan dilində danışırdıq biz. Uşaqlar yəni bir dil yox idi da, bu Azərbaycan dilini tam şəkildə sən mənimsəyə bilmirsən. Sən başqa cəmiyyətdə olanda sənin əsas məqsədin odur ki, uşağın o cəmiyyətin dili elə yaxşı bilsin ki, özünü ifadə edə bilsin. Çünki sən ona ürəyin sıxılır ki, birdən nə isə başa sala bilməz. Olmuşdu belə hadisələr. Uşaq məsələn elə biliblər, müəllim ona cəza verib, cloud-da belə bulut, yəni ki, yaxşı aparmadı düzü. Amma səbəbi o idi ki, mənim qızım başa düşməmişdi o dediyi şeyi. Yəni ona görə yox ki, o itaət etməmişdi müəllimə. Ona görə ki, başa düşməmişdi. Deyir, mən bilmədim o məndən nə isə. İngiliscə dedi, mən də bilmirdim. Mən gəlib onu sonra məktəbdə başa saldım. Təbii ki, mənim üçün bir valideyn kimi əsas odur ki, uşağım o dili mənimsəsin, rahat olsun, başqa dili öyrənər. Və ona görə də
beləcə daima adaptasiya olmağımız üçün biz Azərbaycan dili biraz zəiflədi və biz düşündük ki, necə edək? Maraqlandıq ki, varmı belə bir məktəb, hardasa kurslar bir şey tapa bilmədik. Sonra da yoldaşımla özümüz qərara gəldik ki, niyə də özümüz etməyək? Getdik, digər təcrübələri öyrəndik. Məsələn, rus məktəblərinin təcrübəsi ki, necə orada rus məktəbləri var, uşaqlar orada şənbə bazar oxuyur. O təcrübəni öyrəndik. Onun əsasında Bilik Azərbaycan məktəbini yaratdıq. Çox sağ olsunlar. Bizə çox dəstək oldu valideynlər, uşaqlarını gətirdi və bir-birini tanımayan valideynlər hər şənbəyə bazar gələndə orada uşaqları qoyurlar, bir yerdə gedilər qəhvə içirdilər. Mərkəzi London küçələrinin birində idi. Belə bir community yarandı. Biz oradan qayıtdıq. O insanlar indi də dostluq edirlər. Məktəb işləyir orada. Məktəb orada biz gedəndən sonra onu təhvil verdik bir valideynə. Dedik ki, siz məşğul olacaqsınız. Ondan sonra orada bir məktəb, Azərbaycanlı məktəb açılır. Böyük məktəb, daha geniş. Azərbaycan burada müəllimləri ilə əlaqədə olan və o məktəbi də bizim, yəni halallığımızdan belə dedik ki, etiraz etməz. Çünki biz ora böyük materiallar gətirmişdik, kitablar, hamısını öz hesabımıza yəni bunu etmişdik. Ki bəs etiraz etdim, əlbəttə bu mənim üçün böyük töhfədir, yəni şərəf olar. Birləşdirin. Birləşib digər başqa bir adla məktəb fəaliyyət göstərir. Bizim üçün əsas nədir? Olsun. Nə fərqi var mənim Hüseyn adı ilə, Aynur adı ilə fərqi yoxdur, olsun və var. Və o dərsliklər orada istifadə olunur. Yəni orada qaçmaq məsələsi bir dənə onu deyim. Orada elə bir şey yəni görmədim. Əksinə insanlar sevinirdi, istəyirdilər cəmlənsinlər, toplansınlar. Düşünürəm ki, o tendensiya biraz keçmişin tendensiyasıdır. İndi belə deyil. Əvvəllər buradan gedən də digər ölkəyə köçüb gedən insan elə bir növ arxasına baxmayınca gedirdi. Bildiniz necə? Hər şeyi topladı, gedib gedirdi. Gedirəm burada. Bildiniz necə? Arxasınca baxmıyor gedirdi. İndi elə deyil. İndi daha çox imkanlar arxasınca daha nəyisə etmək. Məsələn, məndən soruşlar, niyə qayıtdınız? Dedim, necə? Getdim, o qədər gördüm, öyrəndim, bildim. İstəyirəm qayıdım, töhfə verim. Bəs necə qayıtmayım? O cəmiyyətdə mən orada kimə nə töhfə verəcəm? Yəni orada gedib yolu keçəndə və yaxud nəsə edəndə kiməsə kömək eləyirəm və yaxud kiməsə nəsə töhfə verirəm. Mən onu gəlib burada edə bilərəm. Niyə orada edim? Niyə öz enerjimi başqa yerə, mənim mənsub olmadığım, heç vaxt aid olmayacağım bir cəmiyyətə edim? O cəmiyyət bizi, yəni ekspatları, ora gələn adamları, miqrantları həqiqətən də hələ də qəbul edə bilmir. Yəni öz içərisinə, öz ağuşuna, öz qucağına ala bilmir. Zaman alır, hər şey zaman alır. Hər şey zaman alır. Bu gün İngiltərədə məsələn sən görürsən, belə baxan kimi görürsən ki, bu Hindistan əsilli biridir. Deyirsən məsələn də, where are you from? British. 4 dəfə də soruşsan, deyəcək British. Yəni onu gərək sən necə soruşasan ki, sənin əcdadların hardandır? Onda deyər, onu deyirsən, onda Hindistan. Yəni artıq zamanla o özünü elə hiss edir. Cəmiyyət qəbul edir onu və başqa cür ola da bilməz. Bu insanı qınayarlar. Kimsə desə ki, sən axı British deyilsən, necə Britishsən? O özünü elə hiss edir, illərlə orada yaşayır. Bəs standartlar necə? Yəni Londonda siz yaşayanda ya da İsveçrədə yaşayanda orada standartlarda fərq eləyir. Yediyimiz meyvədən, uşağın getdiyi məktəbdən, yolda tıxacdan, məsələn bu töhfə məsələsini belə çox yaxşı idealist mövqedən dediniz də. Əslində 1918-də Rəsulzadənin yazdığı məktublara baxanda təxminən eyni mindset hiss eləmək olur da. O bura jurnallar göndərir, hər nə qədər bir çoxu gəlib çatmasa da. Amma bəs standart, məsələn mənim gözümdə biraz çox materialist bir yanaşma ilə eləsək, Londonda içəcəyi su daha keyfiyyətli olur, nə bilim PHP-sinə böyük ehtimalla böyük bir protokol var. Məsələn, hal-hazırda Instagramda çox dəbdə olan saxta stomatoloqlar səhifəsi var. İçində bir 500-ə yaxın stomatoloqun profilini təq eləyiblər ki, bunlar saxtadılar. Onunla bağlı bir protokol var. Sanki burada həyat daha ucuz deyilmi və həyat da bir dəfədir də. Onu sizcə standartını aşağı salmağa dəyərmi bəlli bir yerdən sonra? O fikirdən də bir çox insanlar, bax elə mən dediyim kimi götürüb gediblər. Və mən bilirsiz nə maraqlı bir şey fikir vermişəm. O bir dəfəlik götürüb gedən ki, düzələn deyil deyən insanlar var ha. Onlar burada olan yaxşılığı görəndə də sevinmirlər. Çünki bir növ onların seçimləri qərarı güclü olsun istəyir. Deyirsən ki, burada belədir, elədir, belə dəyişib, əşya yox, düzələndir. Bilirsiniz, bax, məni xaricdə olanda ən çox qıcaqlandıran o məqam idi.
o da elə gedib ki, su daha yaxşı olsun, meyvə daha yaxşı olsun. Bəyən burada böyüyənlər olmadı. Onlar da böyüdülər də bircə sudur, odur, standartda. Yəni onu nəzərə gətirsə, onu deyib gedənlər. Mən fikir verdim ki, onlar sevinmirlər. Dəyişikliklərə sevinmirlər. Çünki bir növ onlar gedəndə deyiblər ki, düzəlməyəcək. Sizin standartlarınız düşmədi aşağı gələndə. Bura gələndə yenə də necə deyim, məncə insan harda yaşamağı yox, necə yaşamağı önəmlidir. Necə yaşamaq? Baxırsan necə yaşayırsan. Sən həyatı belə keyfiyyətsiz qura bilərsən ki, daima yəni çətinliklər ola bilər. Məsələn, burada yaşayırsan, uşağı aparırsan, verirsən şəhərin o başında məktəbə. Onda yaxşı, onda bu yanındakı məktəb deyəcəksiniz ki, yanındakı məktəb pisdir də ona görə. Yaxşı, bu məktəb necə inkişaf eləsin? Hər dəfə bu götürsün uşağını, aparsın şəhərin o başına, düşsün tıxacaq. Oradakı da götürsün. Hövsandan şəhərə uşağı gətiririk. Hər iki uşaq da belə olub. Və düşünürəm ki, bu bizim ən doğru seçimlərimizdən biri idi. Niyə görə? Çünki dövlət məktəblərində proqramlaşdırma, kodlaşdırma, STEM tətbiq edilmir. Əgər bu dövlətin liseyi deyilsə ki, o da yenə də şəhərdədir. İnsanları şəhər mərkəzində, yəni Bakı şəhərində, xüsusi dövlətin öz məktəblərində belə canfəşanlıqla uşaq oxutdurmaqlarının səbəbi odur ki, orada həkim şeylər, müəllimlər, xüsusi seçilmiş müəllimlər olurlar. Çox təəssüf ki, Bakı şəhərindən kilometraj uzaqlaşdıqca təhsilin keyfiyyəti də eyni sürətlə aşağı düşməyə başlayır. Yəni mən indi qızımın ingiliscəsini Hövsan məktəbində ala bilməzdim və ya oğlumun aldığı akademik nəticələri Hövsan məktəbində ala bilməzdim ki, indi deyəcəksiniz, sən də Hövsanda oxumuşam, amma mən Hövsanda oxumuşam, amma Bakı Dövlət Universiteti Tarix Fakültəsi oxumuşam da. Yəni daha yaxşı akademik nəsil. Özünüz dediniz, özünüz cavab verdiniz. Daha yaxşı, mən Türk liseyinə daxil olmuşdum. Mənim valideynlərim qoymadılar getməyə. Mən özüm evdən qaçıb gedib imtahan vermişdim 9-cu sinifdə. Misal üçün təhsildən indi əli keyfiyyət deyəndə həm də bir məsələn tutaq ki, təhsilin keyfiyyəti var da. Təbii ki, Britaniyada verilən təhsillə oradakı münasibət və oradakı keyfiyyətlə buranın arasında fərq var axı. Bu sizcə uşaqlara təsir göstərməyib bu keyfiyyət? Məsələn, mən təhsildə təsiri nədə deyə bilərəm? Mənim qızımda kitab oxumağa həvəs. Bu Britanlılar hər şey qoyurublar qırağa, uşaq məktəbə gələndə. 2 şey öyrədirlər. Rəsm, xətt, rəsm. Uşaq bütün gün şəkil çəkir. Demək ki, bu nəsə inkişaf etdirir. Mən əvvəlcə başa düşmürdüm. Siz məktəbə oxumağa gedirsiniz, yoxsa şəkil çəkməyə gedirsiniz. Sonra başa düşdüm ki, bu uşaq verir, qoyur məsələn Da Vinci-nin hansısa şəklini, qoyur Picasso-nu, deyir ki, sən necə bilirsən elə kopyala. Yəni Van Gogh'un şəkilləri bu Patsolnuq var belə. Günəbaxan. Uşaq bütün gün o günəbaxanları bildiyi kimi çəkirdi. Yəni bu deyirəm, bu görəsən inkişaf elətdirir. Bir də kitab oxumaq. Read and read more. Oxumaq və yenə də oxumaq. Hə, deyir. Read more. Vurub divara. Mənim qızım kitab əlindən düşmürdü. Yəni onlar köklənmirlər. Bir üstə gəl bil ki, əlbi qoy, qalxız tez cavab ver, düz olsun. Bu deyil də, daha çox rahat və daha çox yaradıcı. Xəyal dünyası. Bəli. Məncə o bir qədər burada yanaşma problemi var. Yanaşma. Biz başqa bir yanaşmadayıq hələ ki. Hətta mən bilmirəm, dövlət məktəbləri yox, ya da özəl məktəblər belə onu açırmı o yanaşmanı? Ya da o da sualdır. O təbii ki, o tək ola bilər də. Yəni tutaq ki, bir liseydə ola bilər, o birisi liseydə olmaya bilər. Bəli. Açırmı o yanaşmanı? Ona görə məsələ yanaşmadadır. Mən sizlə razıyam ki, təhsil baxımından onu deyirsiniz. Siz indi özəl məktəb seçmisiniz də məsələn. Özəl məktəbə xaricdə də məsələn hansısa xüsusi özəl məktəbdirsə, onu da valideyn buradan götürür, aparır o xüsusi özəl məktəbə. Məsələn, bilingual, 2 dilli, fransız və ingilis dili olan özəl məktəblər var ki, daha az saydadır və kim istəyir ki, onun uşağı eyni səviyyədə 2 dil bilsin, burada yaşamağını rəğmən aparır uşağını başqa şəhərin başqa bir başına. Yəni orada da o var. Məktəbdə uşaqlara hüquq izah eləyirdilər. Bizim uşaqlarımız daha çox uşaqlar deməli 4-cü, 5-ci sinifə kimi orada oldular. Ona görə digər sinifləri dəqiq deyə bilmərəm. Amma uşaqların öz hüquqları ilə bağlı onların yaşına uyğun bəli var idi.
Məsələn, hətta belə deyim, uşaqlar bizim gimnastikaya gedirdilər. Gimnastikada məşğul olurdular. Orada da gimnastikanın daha çox italyanlar nədəsə daha onlar məşğul olurlar. Onların təlimatında dedilər bu təlimatı mütləq uşaqlarınızı oxuyun. Biz gəldik evdə baxdıq ki, müəllim sizi istəmədiyiniz halda əl vura bilməz. Əgər sizi, yəni orada birbaşa kontaktdır. Bizdə necə şpaqata oturmaq, onu basırsan uşaq, orada o ağrıdır onları, yəni orada bir pain var da, yəni o elə edə bilməz. Saxlamalıdır. Yəni uşağa biz təlimat evdə dedilər ki, təlimatlandırın ki, siz müəllim uşağa qarşı nə edə bilməz. Uşaqların hüququ deyilmi? Hüququdur. Və əlbəttə belə bir şeylərə diqqət yetirilir. Bəli, ona görə də dünyada birinci kimdir? Gimnastikada. Bəli, çünki onlar çox incidirlər. Bəli. Hər şeyin anlamı var. Niyə İtalyan birinci deyil gimnastikada? Keçən dəfə bir podkastda baxıram. Deyir ki, öz-özünə olacaq. Mən başa düşə bilmirəm. Deyir ki, öz-özünə olmaz, deyir, basmaq olmaz. Ona incitmək olmaz. İt-pişik tərbiyəsi ilə bağlı bir podkastda baxıram. Deyir ki, it-pişik tərbiyə edən adam gətiriblər, bu yarışlarca tutur. Deyir, mümkün deyil. Deyir, mən indi bunu deyəcəm, məni linçləyəcəklər. Bəli, vurmasan. Mümkün deyil itlə pişiyi vurmasan ya da atı tərbiyə eləyəsən. Elə bir variant ehtimal yoxdur. İti mütləq vurmalısan ki, o qoxsun və şey eləsin. Pişik döyülməlidir ki, filan şey. İndi bu deyirsən, görsən artıq çox sərt gəlir qulağa. Bu belə deyə şey, yəni dəyirmanla Elşad Xose və Aygün Kazımova mavi mahnısı oxumuşdular və LGTB-yə sataşırdılar. 10 il keçib, 15 il keçib. 15 il sonra aynəsdə bir gün getdi və o mahnı sonra biz amma indi o mahnıdan danışmağa çox qorxuruq, çünki politically correctness və s. gəlib. İndi edam məsələsi, hüquqa sən qaytardın. Hüququn ən mübahisəli məsələlərindən biri edamdır. Amerikada da edam edirlər. Bəzi ştatlarda var. Edamın hansı ştatlarda var? Bir də Amerikancılığımı göstərim. Hansı ştatlarda var? Hakimiyyətin nisbətən zəif olduğu ştatlardan dəyişir. Çünki sən edamı hakimiyyətin əlinə bir kozur versən, götürüb belə qonşumuzdakı kimi hamının başını vuracaq gedəcək. Edamın hal-hazırda ümumi hüquqda, heç Amerikadan danışmasaq, hüquqda yeri nədir hal-hazırda? Məsələn, axı həm də elə adam olur ki, adam öldürülməsini istəyir onun bir yaşama hüququnun olmasını istəmir. Hal-hazırda belə müzakirələr nə yerdədir? Sizcə gələcəyi nə ola bilər? Çünki siyasət hal-hazırda get-gedə sərtləşir də, yəni Trumpdan sonra. Üstəgəl Amerikada deməli elektrik stulu da var. 2 inyeksiya ilə də ölüm var. Evtanaziya. Yəni dərman vururlar, o şeylə ölür. Ki insanın öldürülmə hüququ, yəni bir dövlət bir vətəndaşı öldürmək hüququna malik olması diri 21-ci əsrdir falandır. Mənim fikrimi soruşursa bir hüquqşünas kimi, vəkil kimi mən bunun əleyhinəyəm. Deyirlər ki, bəs yaxşı onda bu qədər olacaq. Necə onlar onu anlam verirlər ki, bəs məhbus xanaları dolacaq, insanlar olmayacaq, bu resursdur, budur, odur. Yenə də mən yəqin içimdə bir humanist yatır. Mən şəxsən bunun əleyhinəyəm. Amma tendensiya da bunu göstərir ki, daha çox humanistliyə doğru gedir. Mən inanmıram ki, gələcəkdə bu olacaq. Mən düşünürəm ki, gələcəkdə bu ləğv olunacaq. Azərbaycanda da var idi ölüm hökmü və bu güllələnmə ilə həyata keçirilirdi. Heç olunub bizim respublika dönəmimizdə. Müstəqillik dönəmində ölüm hökmü çıxarılmış, amma icra edilməmiş. Olanlar da olub, icra edilməmişlər olub, sonra şey çıxıb. Heç güllələnmə olub bizdə? Oldu. Yəni sırf 90-cı illərin əvvəllərində olan bir şey. Sonra bizim Avropa qarşısında ötən ondan öncə də Sovet dövründə olanlar olub. Amma bu Avropa Şurasına qoşulmaqla bağlı şərtlərdən biri ölüm hökmünün ləğvi idi ki, Azərbaycan bunu eləyib. Avropa zonasında da ölüm hökmü. Mən ona görə inanıram ki, tendensiya ona doğru gedəcək. Sadəcə olaraq Amerika bir qədər o ənənəvi məsələləri olduğuna görə, yəni o elə bir asan qərar deyil ki, ona bir gündə ləğv olunsun. Yəni düşünürəm ki, amma gələcəyi yoxdur. İnanmıram ki, onun gələcəyi var. Sadəcə olaraq vaxt çatmayıb hələ onu tənzim eləmək. Biz vergilərimizlə hansı cinayətkarların türmədə rahat yaşamağına şey verdi, pul versən aydı. Yəni məsələn bir də o sərt tərəfi var da. Okay, öldürdün, amma məlum oldu ki, adam heç cinayət törətməmiş. Yəni o da var. Yəni
dəfələrlə olub. Ekspertiza rəyinin dəyişdirilməsi ola bilər, yalan ifadə ola bilər. Şeylərin Netflixdə Nurse deyə bir true crime var. Qız hər dəfə ekspertizaya gələn şeyləri, narkotik maddələri götürüb özü istifadə edirmiş, xüsusilə kokainə dadanıb və bütün o halda olanda qanları qarışdırıb 300-dən çox səhv qərar almasına gətirib çıxardıb. Yəni İnsan faktorudur da. 300 məhkəmə prosesini təzədən də icra edə bilməyiblər. Hamısı narkotikadır deyə tutulanları da buraxırlar yavaş-yavaş, işi ləğv ediblər. Halbuki bir yəni o da vergi ödəyicilərinin hesabı. Hindistan əsilli şey. Yəni nöqsanlar gördüyünüz kimi hər bir yerdə var. O ideal cəmiyyət, o ideal hüquq sistemi yoxdur, mövcud deyil. Bilmədiyim bir şey soruşacağam. Bir dənə bu məşhur hakimin videoları var idi Amerikada. Bunun qarşısına adamlar çıxır, onlar deyirlər ki, mən falan şey eləmişəm və hakim orada qərar verir ki, günahkardır, tutulsun. Tutaq ki, maşın parkinq olub, küçədə kimdənsə dalaşıb, nə bilim kiməsə şapalaq vurub və s. Bəs o nədir? Bəs o nə sistemdir? Orada anlı məhkəməsi yoxdur. Orada bir dənə hakim oturur və onun yanına gəlirlər, dərdlərini izah edirlər. Məsələn, bir qıza hakim buraxılsın deyir və qız ona sağollaşanda adios deyir. Bunu hakim təhqir kimi hesab edir və təzən ki, qayıt geri 2 il iş verirəm sənə. Belə bir danq şey vurur. Amerikada Andılar Məhkəməsi daha çox ağır və xüsusilə ağır cinayətlər, bax onun öncə də elə bir qeyd elədik də ki, daha çox o işlərdə baxır. Digər işlərdə yəqin ki, tək hakimlər baxır. Yəni orada maşınına gəlib true crimeçı maşınına cərimə yazdılar ha. Cəriməni yerində ödəmə şansın da yoxdur. Məhkəməyə gedir. Getməlisən yenə o məhkəməyə. Bu özü vaxt itkisidir axı. Qanun. Yəni vergi ödəyicilərinin, deyirsən Amerikançım, vergi ödəyicilərinin pulu xərclənir ki, hakim orada vaxt verir. Bir də var ki, girirsən belə akarta, cəriməvi ödəyirsən, qurtarır da. Akartda var cərimə? Ha, dövlət ödənişləri var. Görürsüz, müsbət də tapılır. Mən mütləq araşdırsaq o qədər, yəni fərq və müsbət hər şey yəni balanslı şəkildədir. Bəs Avropalılarla bizi müqayisə etsək, belə öz hüquqlarımızın bilmə səviyyəsində olduğunuz ölkənin praktikasında bir İsveçrəli və ya bir Britan öz hüquqlarını hardan öyrənir və ya öyrənməyə ehtiyacı varmı ki, o bilir ki, qarşısındakı adam zaten ona hüquqlarını ya izah edəcək. Orada məsələn Tural yoxdur da, efirdə otursun desin ki, burada bunu eləyərsən, orada falan kəsə, falan şey deməzsən, 5 man kəs olmaz. Bizimlə fərqləri nədir? Onlar öz hüquqlarını hardan öyrənirlər? Bu təməl hüquqlarını necə bilirlər? Əlbəttə orada da ehtiyac var hüquqları öyrənməyə. Təbii ki var. Öz hüquqlarını harda öyrənirlər? Mən belə tendensiya görmüşəm ki, onlar oxumağa daha meyllidirlər. Nəyisə araşdırmağa. Biz məsələn bir şey lazım olanda o saat telefon götürürük, falan kəs bilər, falan kəs bilər. Nadir hallarda, yəni nadir hallarda sizin telefonda sizin. Yəni o əslində İnzibati Xətalar Məcəlləsini açan kimi siz dediyinizi orada tapacaq. Bəli. Siz bəyəm məcəllədən demirsiniz? Məcəllədən deyirsiniz də. Yəni ki, məcəlləni açdı. Özüm ki, mən deyim, yox, mən özüm. Mən də çatdım. Valla elə bir moment yaranır ki, mən özümdən maddə desəm ona da inanacaqlar. 100% oxumayacaqlar. Görürsünüz? Deməli, bu yanaşmadadır problem. Problem, kitab hər yerdə var, problem hər yerdə var, ehtiyac hər yerdə var. Bizim yanaşmamız fərqlidir. Biz deyirik ki, əşiyə gedim, açım onu oxuyum 5 səhifə, 6 səhifə. Elə deyir, Tural 5 dəqiqə zəng vurum. Yəni polisin yanında deyir ki, polis deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə belədir. Aha, polisə deyir ki, Tural deyir belədir. Deyir ki, Tural deyir belə yox, maddədə belə. Yox, deyir Tural belədir. Axırda polis mənə zəng edib ki, bir nəfər yanımdadır. Bu deyir belədir. Mən maddədirəm. Onlar sən izah eləyəsən ki, belədir. Yəni belə şey Avropada görmüşəmmi? Yox, görməmişəm. Yəni biz unikalıq. Yəni yenə deyirəm, bizdə oxumağa biraz elə bir qıcıq var, yəni insanlarda açıb oxumaq, maraqlanmaq. Məsələn, mən hüquqşünasam, mənə də elə suallar verirlər. Məsələn, falan şey deyirəm ki, xanım, falan yerdə baxa bilərsiniz. Məsələn, axı mən hər kəsə hüquqi yardım belə necə deyim, ödənişsiz olaraq ayaq üstə, küçədə, mağazada, metroda verə bilmirəm. Deyirəm ki, falan şey, yox xanım, elə siz onu bir dənə baxıb mənə deyərsiniz. Yəni ki, mən gedib o kitabı açmayacağam, oxumayacağam. Yəni kitab da heç lazım deyil, əlimizin altındadır. Yəni oxumağa bir qədər. Mən sizi ilk dəfə görəndə Botanistdə Tural mənə dedi ki, bəs bizim patronlarımızdır, Aynur və Hüseyn və sonra biraz sizin haqqınızda danışdı. Siz
yoldaşınızla özünüzə, bir-birinizə çox böyük belə sevgi ilə baxırdınız ki, mən Turala dedim ki, Tural, mən çox nadir hallarda Sən heç mənə görmüşəm. baxmısan, elə baxmısan. Əvvəl elə baxırdım birinci sezonda. Sonra münasibətlər adiləşir. Neçə ildir bir yerdəsiniz? Üçüncü. Siz 3 ildir bir-birinizi tanıyırsınız? Yox, çoxdan Ha, tanıyırdım. çox Sadəcə Üçüncü bir yerdə. bu da sənə liberal söhbətgah. Bəli. Hazırlaşın dostlar, hazırlaşın. Turala dedim ki, Tural, çox uzun müddətdir mən bir-birinə belə sevgi ilə baxan cütlüyü görməmişəm. Yəni elə bir ki, ilk gündür tanış olmusunuz, elə bir aranızda enerji var idi, ən azından ətrafa bəxş olunan. İndi həm də siz bu mediasiyada boşanmalar və s. görürsüz. Nə dəyişib ki, ya da nələr baş verir ki, bəzi insanlar həyatlarında bəlli prinsiplər otuzdururlar və xoşbəxt, sizdə də böyük ehtimalla gərginliklər, davalar olur, hələ 3 uşaqdan sonra olur, yəni hər ailədə bu olur. Amma nə baş verir ki, bəzi ailələr o sərhədi keçib geri qayıda bilmir, sevgiyə qayıda bilmir. Bəziləri isə problemləri həll eləyir və həyatına sevgi ilə davam edir. Mən çox həyatına, yəni evliliyinə davam edən, lap elə öz valideynlərim də olsun, davam edənlər görmüşəm, amma çox da aralarında sevgi olmayıb, yəni bir məcburiyyət olub. Bəli. Və bu nə baş verir bizdə ki, bu qədər də saylar çoxdur? Onu deyim ki, mənə çox xoş oldun ki, siz belə ya diqqətlisiniz, ya bizdə aşağı bilinir o. İkisindən biri hər bir halda mənə çox xoşdur. Doğrudan da biz artıq 16 ilə yaxındır evliyik. Və yolumuz heç də asan deyildi. Keçməkeşli, evliyimizin sabahsı günündən biz xaricə köçürük və demək olar ki, bir yerdə böyüyürük. Çünki bizim hər ikimiz eyni yaşdaydıq, 21 yaşımız vardı. 21 yaşda evlənmisiniz? Bəli. Wow. Bir yerdə böyüyürük və bir növ bir-birimizə təsir edirik. Təbii ki, sevgi hissi güclü olmalıdır, təməldə. Ailələr quranda nəyəsə görə münasibət qurulmamalıdır. Əgər münasibət sırf sevgi üzərində qurulursa, o bir çox şeyə qadirdir. Təəssüf ki, mən gördüyüm ailələrdə, mediasiyada deyirsiniz, ya vəkillik peşəmdə, ailələr necəsə təsadüf olaraq qurulur. Və o hardasa o sınma nöqtəsi gəlir. Çünki təməli bir evin bünövrəsi necə möhkəm olursa üstündə zəlzələyə də dözəcək, amma bünövrəsi zəif ev elə də axıb gedəcək yəni. Ona görə də məncə sevgi hissi çox önəmlidir. İnsanlar, mən həmişə deyirəm, məndən məsləhət soruşurlar ki, məsələn məsləhət alırlar ki, Aynur xanım necədir, siz necə belə eləmisiniz? Mən həmişə deyirəm, fikir verin ki, siz bu insandan eyni maraqları bölüşməlisiniz. Bünövrə hardan gəlir? Dəyərlər, maraqlar, qarşılıqlı hörmət, empatiya. Bu hisslər olmasa, o bünövrə mümkün deyil ki, bəlkə olsun. Yəni, sabah düzələr, evlənək yaxşı olacaq, sevərsiz bir-birinizi. Bu yanlış fikirlərdir. Hərçənd bunu bizim yaşlı insanlar da deyir. Əşi, sevərsiz bir-birinizi. Bu mümkün deyil. Nəsə olacaq, amma əvvəllər siz dediyiniz kimi insanlar dözürdü, ya nəsə, o qadınların dediyi o məsləhətlər işləyirdi. Amma indi cəmiyyət, mühit, hər şey, dəyərlər çox dəyişib. İndi dözməyə ehtiyac yoxdur. Ona görə də o artıq sistem işləmir. Bugünkü cəmiyyətdə ailələrin xoşbəxt olması üçün ilk öncə sadaladığım 4 faktor çox vacibdir. Evlənmə 21 yaşında, evlən 25, olmasın 25, olsun 35, istəmirsə heç evlənmə. Amma evlənirsənsə düzgün evlən. Nə özünü, nə başqasını, yəni pis vəziyyətə qoyma. Eləcə də, yəni də ərə getmək sözünü sevmirəm, evlənmək sözü deyirəm də mən həmişə. Yəni bünövrə bəlkə olmalıdır. Budur əsas fərqləndirici. İndi ailələrin daha çox, yəni aralarında olan söz, söhbətlər, təəssüf ki, bu banal olsa da deməliyəm, sosial mediadır. Dünya çıxışdır. Çox sayda xəyanətlər ən əsas səbəbdir və qıraqdan təsir, üçüncü şəxslərin təsiri. Qaynana. Qaynana faktoru, bəli. Amma Qaynana. Qaynana? Sən qaynana yaxşı deyirdi münasibət? Mən qaynanamla yaxşıyam, ümumi deyirəm. Hə, ümumi deyirsən, hə. var düzdür. Bir də o faktor, təsir faktoru. Çünki mənim qaynanamla yaş fərqimiz çox azdır və biz
təxmini Taytuş kimi idi. Allah mehriban etsin. Sağ ol. Yaxşı, bəs ora elə mediasiya ilə bağlı bizim boşanmaq fikrini ağlına qoymuş adamlar sadəcə mediasiyanı gedim, bu mərhələni keçim, sonra məhkəmədə bir formal baxırlar. Bir formal baxırlar da. Hə, bunu formal şey kimi baxırlar və indi orada fikri dəyişir, dəyişmir məsələsinə toxunmaq istəmirəm. Onların dönüş nöqtəsi hansı nöqtədə mediator və ya siz başa düşürsüz ki, əslində burada dönüş nöqtəsi var. Bu sadəcə öz vaxtında alır, bizim də vaxtımızı alır, məhkəmənin də vaxtını alacaq. O dönüş nöqtəsini necə hiss edirsiniz? Nədən tutursunuz? Daha çox qadın tərəfdə hiss olunur. Çünki onlar emosional qərarlara daha çox qapılıb gəlirlər. Məsələn, tutalım ki, bir xəyanət baş verir, boşanıram. Gəlir, verir ki, amma biz oturub danışanda, çünki mən belə olan halda, məsələn, çox emosional gərginlik yüksək olanda mən tərəflərlə ayrıca görüşürəm. Deyirəm, icazə verin, sizlə digər otaqda ayrıca görüşək. Və ayrıca görüşə gedən kimi qadın özünü daha rahat hiss edir. Artıq rol oynamır. Olduğu kimi deyir. Ağlayır, deyir ki, mən boşanmaq istəmirəm əslində. Sadəcə olaraq belə olubdu, belə olubdu. Etiraf eləmir. Mən bilirəm ki, kimsə var və yaxud nəsə belə. Öyle olan halda mən tərəflərini ayrıca işləyirəm. Ayrıca ondan, ayrıca bundan. Belə olan halda bəli, olur ki, geri görürəm ki, nöqtə var. Yəni bu hələ son deyil. Çünki hər kəs eyni deyil. Yəni elə qadınlar var ki, xəyanəti qəbul edir. Onun üçün bu okeydir. Elə qadınlar var ki, eləmir. Onun üçün o son nöqtədir də, yəni bitdi. Onu insanla danışan kimi sən hiss edirsən. Sizcə bitirməlidir, bitirməli deyil, yoxsa insan tipindən fərq edir? Mən çox fərqli bir münasibətlərdən özümdən deyim də. Mən Hüseynlə tək həyat yoldaşı deyilik. Bəlkə də 3-cü sırada həyat yolu. Biz ilk növbədə dostuq. Biz bir-birimizə çox sadiq, yəni dost kimi münasibət qurmuşuq. Yəni heç bax insan hər şeyi elə demir. Yəni belə uzun vədəli demirəm, amma bu günə qədər 16 ildir. Biz bir dost münasibətindəyik. Bu arada cütlüklərə tövsiyə kimi dost olmalısan sən o insanla. Mütləq dost olmalısan. Niyə dost olmalısan? Çünki sən dost olanda münasibətlərin güclü olur. O maraqları bölüşür. Əgər həyat yoldaşı evə gəlir, deyir ki, bunu deyim, bu gün nəsə baş verir, onsuz da başa düşməyəcək. Bölüşüm günümün bu hissəsindən. Ya da deyir, onsuz da onun maraqlı deyil, onsuz da başa düşməyəcək. Orada başqa şeydən, yəni başqa münasibətdən söhbət gedə bilməz. Yəni o bağlılıqdan söhbət gedə bilməz. Məsələn, mən günümü gözləyirəm ki, günüm nə zaman bitəcək ki, gedim bölüşüm. Mən bu günü yaşayıram, sonra bir də bunu danışacağam hamısını Hüseynə, bir də onda yaşayacağam bunu. Tural belə dedi, Əli belə dedi, biz belə danışdıq. Yəni bir-birimizə o informasiyanı ötürü niyə? Çünki informasiyanı ötürəndə sən bir növ onun nə keçirdiklərini hiss edirsən. O da sənin nə keçirdiklərini. Bağlantı güclənir. Amma o gün olur ki, məsələn, bizim aramızda bir gün, 2 gün iş yükündən imkanımız olmur danışaq, bir növ elə bir uzaqlaşmış özümüzü hiss edirik və onda mütləq gedirik Kafe Botanistdə bir dənə görüş eləyirik. Siz dediyiniz həmin o, elə bir ki, ilk dəfə kimi görüşürük, danışırıq, çalışırıq münasibətlərimizə o qədər hörmət qoyaq ki, onlar adiləşməsinlər. Çünki sən artıq münasibətə belə bu tavoyda, yəni belə məişət səviyyəsində baxırsansa, o ölür də o münasibət. O çiçək kimi, gül kimi gərək daima sulayasan. Ümumiyyətcə münasibətlər 24/7 iş deməkdir. 24/7. Bir dəqiqə dayanmaq olmaz. Mexanizmi kimidir, dayandın işləməyəcək. Yəni də münasibət işləməyi sevir ki, daima. Çünki iki fərqli insan, iki fərqli ailədən, dünya görüşləri tam fərqli insan birdən bir yerdə yaşamağa qərar verir. Hətta iki dost belə, məsələn, gedib yataqxanada bir yerdə yaşayacaqlarsa, bu bir müddət alır. Bir-birinə öyrəşmək, sən niyə paltarı bura qoydun, sən niyə hamamdan çıxdın, belə elədin. Yəni bu çətinliklər hər bir nəinki kişi qadın arasında, ailə daxilində, hətta fərdlər arasında da olur. Yəni mütləq şəkildə orada hörmət olmasa, anlayış olmasa, o münasibət davam edə bilməz. Götürəcək, köçəcək, başqa yerdə yaşayacaq. Bəs münasibəti görəndə ki, yəni mediasiyada işləyən bir adam, bu münasibətin sonu təhlükəli ola bilər. O zaman tövsiyə verirsiniz ki, əksinə boşanın. Ümumiyyətcə onu deyim ki, mediator ümumiyyətcə tövsiyə vermir. Tural bəy artıq bunu bilir. Mediator tövsiyə vermir. Mən tövsiyə vermirəm. Mən sadəcə o tərəfləri dinləyirəm və onlara sual verməklə onların özlərini bir çıxış yolu tapmağa vadar edirəm. Mediator danışıqçıdır. Məsləhət vermir, yargılamır, mühakimə etmir, tövsiyə vermir. Sadəcə olaraq danışıqlar prosesini tənzim edir. Elə olur ki, həyat yoldaşı ilə gəlirlər, danışırlar bizim yanımızda 1 saat, 2 saat, sonra deyirlər ki, biz heç evdə bu qədər danışmamışıq bir-birimizdən, gəlib sizin yanınızda bu qədər danışdıq. Yəni mən o şəraiti yaradan insanam ki, onlar danışsınlar. Evdə danışmayansan, əlbəttə ki, axırı gəlib mediasiyaya çıxacaq. Təbii ki, danışmalısınız. Başqa yolu yoxdur. Yeganə danışan varlıqlarıq.
danışmalıyıq. Hər bir məsələnin həlli danışıqdan keçəcək. Başqa cür mümkün deyil. Ola bilər ki, indi siz o halda mühitdə deyilsiniz. Danışa bilmirəm. İndi beynimi toparlamamışam. Saxla, problem deyil, amma günüvü təyin elə, danışığı et. Çünki sən o danışığı etməsən, o sənin içində qalacaq. Bastırılmış, mən indi onu ailələrdə çox tez-tez görürəm. Bastırılmış hisslər. Qadın deyir ki, mən ona bunu keçmişəm, bunu eləmişəm, bunu unutmuşam, bunu belə eləmişəm. Onun elədiyinə bax mənə. Sual. Niyə etmisən? Kimin üçün etmisən? Nə üçün etmisən? Nəticədə nə qazandın? Sən də travmalısan. Böyütdüyün uşaqlar da travmada böyüdür. Çünki toksik münasibətlər də böyüdür. Yolu danışmaqdır, başqa yolu yoxdur. Danışmaq istəmirsinizsə onda evlənməyin. Danışmalısınız, mütləq. Fikirlərinizi ifadə edin. Digər tərəf səni başa düşənə qədər danışmalısan. Ümumiyyətcə belə bir deyim var, deyir, sənin dediyin sözlərin qiyməti digər tərəfin başa düşdüyü qədərdir. Başa düşməyincə sənin sözlərin mənasızdır. Deyə bilərsən, mən ona 1000 dəfə demişəm də, başa düşmür. Deməli ki, düz deməmsən. Ailədə saadətin yolu danışıqdan keçir. Ona görə belə. Uzun söhbətdir. Bəs ailə daxili şiddət faktı ortaya çıxarsa, mediator polisə məlumat verməlidirmi? Mediasiya konfidensiallığı 2 halda pozur. Bir, uşaqlarla əlaqəli olanda, uşaqların həyatına bir təhlükə olarsa, biz bu haqda mütləq məlumat veririk. Və yaxud ağır və ya xüsusilə ağır cinayət haqqında mənim məlumatım olarsa. Məsələn, tərəf deyir ki, mən falan kəsi öldürmüşəm. Mən onu bildim, məlumat verməliyəm. Qanunla budur. Ailə daxili zorakılıq qadına qarşı bu mənə konfidensiallığı açmağa qanunun icazə vermir. Amma mən tövsiyə edirəm qadına, tövsiyə edirəm ki, əgər belə bir hal varsa, mütləq polisə müraciət edin. Məndə olmuşdu belə bir hal. Mən qadına müraciət etmişdim. Polisə müraciət edib sonunda sığınacağa getmişdim. Elə oradaca dedim ki, müraciət edin. Əgər belə bir şey varsa müraciət edin. Yəni mən mediator kimi bunu açmıram. Niyə qanun o hissədə maraqlıdır. İcazə vermir ki? Yəni görək adam qanun kişilər yazır. Yəni qanunda yazılıb ki, iki hissədə konfidensiallığı. Ki, biz gedək polisə deyək. Baxın, mediasiyanın sağ qalıbsa əla. Ölmür. Mediasiyada yəni o 2 məqam qanunda göstərilibdir, açıq-aydın. Ona görə biz qanunla rəhbər tutaraq bunu belə. Amma məncə bu dəyişməlidir də. Yəni ailə daxili şiddət bu sui-istifadə halına gətirə bilər və adam onsuz da məsələn adam deyir ki, qadın deyir ki, mən gəlirəm boşanmağa, biz mediasiyaya gedəcəyik. Kişi deyəcək, get kimi istəyirsən denə, onsuz da mənə heç nə eləməyəcəklər. Reallıq da məlumdur ki, 2 nəfər öz ailəsinin içərisində, öz 4 divarın arasında dalaşanda polis adətən müdaxilə etmir. Uzaqbaşı kişini çağırıb söhbət edirlər. Adətən də belə deyirlər ki, ailə daxili məsələlərə qarışa bilmərik. Bəli. Bunlar bir-birlərini dalaşırlar. Ölüm yox, itim yox, çünki şikayət yox. Şikayət yox. Bu şikayət eləmir. Əslində düzdür də, şikayət olmalıdır. Şikayət olmalıdır. Yəni xanım şikayət eləməlidir. Mənə yox, polisə. Çünki mənim səlahiyyətim yoxdur, mən heç nə də bilmirəm. Məsələ ondan ibarət ki, əgər kişi bilsə ki, qadın gedib mediatora desə, mediator da öz səlahiyyətləri çərçivəsində, yəni hüquq ona tanısa bu hüquq ki, 102 məlumat verir ki, mən bugün yanıma adam gəlmişdi və o adiyəsən ailə daxili şiddətdən əziyyət çəkir, nəzarətə götürülsün. O zaman məsələ daha da rahat olar axı. Çünki mən polislə başa düşürəm də. Deyir, şikayət eləmir. Şikayət yoxsa belə. Şikayət yoxdur. Uzaqbaşı qapını döyüblər ki, çox səs salırsınız. Yəni səs-küydən qonşu şikayət edir. Amma bildiyim qədərilə qərb ölkələrində belə deyil də. Yüksək səs gəldisə polis gəlir, baxa bilərəm, nəsə baş verir, hətta silahından belə istifadə edə bilir. Yəni ənənəyə gəlirik, ailə bir qorunan bir şeydir. Yəni bizim ənənələrimiz, sən mənim evimə belə mənim ailəm, arvadım, uşağım, yəni biz bir ənənəvi bir cəmiyyət kimiyik. Ona görə polis gəlib evə girmir. Qoruma sistemini aşıb keçməlidir də. Çünki bir insanın canı güvənliyi istənilən ənənədən daha üstün olmalı. Ona görə də mediasiya proseslərini ümumiyyətcə aparan mediatorlar yüksək, yəni peşəkarlığa malik olmalıdırlar. Hərdən insanlar belə başa düşür ki, mediasiya barışdırıcı rol oynayır, hamını barışdırmalıdır, eləməlidir. Tutalım ki, sən görürsən ki, toksik münasibətlər var və ümumiyyətcə burada şiddət ola bilər. Sən bunları tutalım ki, barışdırdın. Sabah orada cinayət baş verə bilər. Dözülməz bir hala gələ bilər. Yəni ona görə də mediator çox ehtiyatlı olmalıdır. O barışdırıcı rol oynamır.
Mediator danışıqçı rolu oynayır. Onların ünsiyyət qurmağına kömək edir. Onlar özləri öz aralarında danışırlar. Mən görəndə ki, mən kontaktı qura bilmişəm, başlayıblar danışmağa, mən artıq susuram, çəkilirəm, belə dayanıram arxada, planda, gözləyib, qoy danışsınlar. Qoy danışsa, danışıb nəyəsə gələcəklər. Belə, Aynur xanım, gəldiyinizə görə təşəkkür edirik. Çox Mən sizə maraqlı. təşəkkür edirəm. Düzdür, o belə də bir şaxəli söhbətimiz olmadı, bir xətli söhbətimiz olmadı, çox şaxəli Bəli, mən söhbətimiz oldu. gözləmirdim əslində belə fərqli istiqamətlərdən. Bu Barselonanın oyun taktikası belədir. Futboldan da danışaq. Tiki-taka olaraq belə rəqibini gözlənilməz situasiyalarda Taktik yox. taktik yox, rəqibini gözlənilməz situasiyalarda eləmir. Bu onda söhbəti daha maraqlı etmiş olur. Razıyım. Və həmçinin biz mediasiya ilə bağlı da düzdür, mediasiya ilə bağlı ayrıca bir mövzu etməyə ehtiyac var. Sözün açığı burada başqa mediasiya nələr var, yəni bu boşanmadan savayı onlar haqqında məlumat. Onu artıq növbəti verilişimizdə eləyərik. Amma təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Çox sağ olun maraqlı söhbət üçün. Sağ olun. Minnətdarıq. Görüşərik. Sağ olun. Qismət olsun. Thank you.